kələm, kartof, maş. Bu adlar artıq məhsul olmaqdan çıxıb, kəndin nişanına çevrilib. Hektarlarla uzanan kələm sahələri sanki xalça kimi torpağın üzərinə sərilib. Bu kələm adınandır, üstüpü kələmi. Çünki Muxtar Respublikanın bir dənə üstüpüdədir bu kələm, əsas kələm. Onun turşusu ən gözəl turşusu olur. Respublikanın, dediyim kimi, Muxtar Respublikanın hər yerində elə gələn soruşur. Hara kələmidir? Hara kələmidir? Deyirsən üstüpü kələmi. Hə, üstüpü kələmdə kəs. Çək bir 50 kilo, 100 kilo, hər nə də. Yəni, kələm qoyanlar, turşu qoyanların hamısı bir də görsən deyir 50 kilo, 40 kilo, 30 kilo. Hə, çəkirik, veririk, gedir. Qiymət bugün 70 qəpik və 1 manatdır. Bizi qane eləyir bugünkü bazar. 70 qəpik 1 manat qane eləyir. 1 manat elə yaxşı qiymətdir. Hə, kələmimizin də baxın, görün, gözəlliyinə baxın. Düzdür, çox belə dadlı kələmdir, həqiqətən də. Hə, çox yeməli, şeh gəlir. Buna şeh gələndə lap yeməli olur. Bu su şehdir. Hə, belə. Bu da bizim kələmlərimiz. Hər cürə kələmlərimiz var. 5 kilodan tutdu, 10 kilo qədər olur kələmlərimiz. Cürbəcür sortlar əkirik, yerli sortlar var. Üstüpünün həm suyu, həm havası, kələmin gözəl olmağı, dadlı olmağı dadında. Üstüpünün torpağında da çox şey var. Çünki başqa kəndlərdə olmur kələm. Bir dənə bu kənddədir, əsasən Muxtar Respublikada. Ona görə ki, buranın torpağı münbütdür və buranın torpağı hər şeyə yetirir. Kələm, lobiya, kartoşka, əkirik məsələn, nə qədər desəz lobiyamız olur, kələmimiz olur tonla. Tonlarla görsən kələmimiz olur, kartoşkamız olur tonlarla. Hamısı bu torpağın hesabınadır, üstü bu kəndin torpağın hesabına. Kələm əkini demək aprelin axırından başlayır. May, iyun, iyul, avqust, sentyabr ayından, indi bugün avqust ayıdır. Bugündən başlayır artıq kələm satışı. Hələ biraz da tez çıxıbdır bəzi adamlarda. Fərqi yoxdur. Bəzi adamlarda o tez çıxıbdır. Yəni o lap yaxşı, satılır. Yallah, hey. Bugün kəsirəm ki, bazara aparacağım. Naxçıvan bazarına Allah qoysa, sabah gedəcək, orada satış olacaqdır.